Salamlar, Türkiyə Dəyanət Vəqf Liseyi 8-ci sinif üzrə qəbul imtahanı keçirmişdir. Biologiya sualının izahatını bölüşəcəm sizlə. Başlayaq. 51-ci sualda deyilir ki, hansı variantda uyğunluq pozulub? Otoskleroz orta qulaq sümükçüyünün böyüməsi. Bu doğru fikirdir. Bizə uyğunluq pozulan lazımdır. Katarakt gözdə olan infeksiya. Bu konjunktivit olmalıydı. Ona görə 2-ni götürdük. Osteomalaziya sümüklərin sərtliyinin itməsidir. Bu doğru fikirdir. Pielonefrit sidik hissəsinin seyirlik şahsının iltihabıdır. Bu sistidi olmalıdır. Pielonefrit isə böbrəklərin və ya nefronların iltihabı hesab olunur. Ona görə 4-ü götürdük. Poliomiyelit isə beyin qışalarının iltihabı xeyr. Bu meningit olmalıdır. 4-ü də, 5-i də götürdük. Deməli, doğru cavabımız A variantı. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bazunun bükücü əzələsi. Bu 2 başlı əzələdir. Budun açıcı əzələsi 4 başlı. 4 başlı əzələdir. Birincidə deyir ki, vətər vasitəsilə çanaqla birləşən borğlu sümüyə bağlanır. Deməli, bu olmalıdır. Budun açıcı əzələsi 1 yazdıq. Bura çox nüvəli hüceyrəyə aid iynə zolaqlı skelet əzələsi olduğu üçün ikisini də ortaq götürürük. İşi avtonom sinir sistemi, hər ikisinin işi somatik sinir sistemi ilə əlaqəlidir. 3-ü ümumiyyətlə götürmürük. Bükmə funksiyası yerinə yetirir. Əlbəttə ki, bükücü əzələ 4-ü bura yazdıq. İşi iradidir. Hər ikisinin işi iradi hesab olunur. 4 başlı əzələdir. 6-nı isə bura qeyd etdik. 1-ə 4, 2-yə 1, 6, 3-ə isə 2, 5. B variantı. 53-cü sualda deyir ki, qanı insanın həzm kanalının ən uzun şöbəsindən, yəni nazik bağırsaqdan zəhərli maddələrin 95%-nin təmizləndiyi orqana, yəni qaraciyərə gətirən damara aiddir. Nazik bağırsaqdan qaraciyərə aparan damar qaraciyər qapı venası hesab olunur. Burada karbon qazının miqdarı zəngindir, bəli, düzdür. Qida maddələrlə zəngindir, bəli, bağırsaqdan çıxırsa, qidalı, zərərli maddələrlə zəngindir. Vena damarıdır, doğru fikirdir. 1, 2, 3, C variantı. 54-də hormonu artıq olanda böyüklərdə akromegaliya səbəb olan. Akromegaliya isə bu hipofiz vəzidir. Doğru fikirləri seçin. Hormonu çatışmalıqda kreatinizm bu qalxını bənzər vəzin xəstəliyidir. Hormonu artıq olan uşaqlarda nəhəng boyluq bu doğru fikirdir. Bioloji saat bu epifizə aiddir. İnsanda boyun inkişafına və cinsiyyət sisteminə təsir göstərən bəli, hipofizin funksiyasıdır, tək saydadır, bəli. 2, 4, 5, yəni D variantı. Ağciyər kapilyarlarına 2000 kub santimetr oksigen daxil olduğu müddətdə biz bilirik ki, bir tənəffüs hərəkətinə sərf olunan zaman 3,75 saniyədir. Bu saniyədə 25 kub santimetr ağciyər kapilyarlarına oksigen keçir. Neçə saniyədə? 2000-dir. Bunu tapmalıyıq. X bərabərdir. Demək, burada deməli, sıfırları silsək, yuxarıdan yazın. 25 aşağıda, 375 vuraq 20. Bu elə 300 saniyə. 300 saniyə. Demək, biz bilirik ki, dəqiqədə, bir dəqiqədə özü də yazıb ki, böyrəklərdən 1 litr qan keçir. Deməli, 60 saniyədə bir böyrəkdən dediyinə görə götürəm 0,5 litr qan keçir. Bəs 300 saniyədə nə qədər keçir? X. X bərabərdir. 60 aşağıda 0,5 vuraq 300. O da eləyir 2,5 litr. Yəni C variantı. 56-cı sual. İnsanın həzm orqanı, nazik bağırsaq, mühit. Adı olmalıdır qələvi. Axarı bağırsaq açılan vəz. Bu, deməli, qaraciyər və məd altı vəz.
məd-altı vəz olmalıdır. Tuş mühit ola bilər. Ümumiyyətlə bu heç birinə aid deyil. Biri çıxırıq. Bir olan variantlardır. Çıxmaqla tapmaq mümkündür. Demək, amma izahata baxaq. İnsulin hormonu da ifraz edə bilər. Bəli. Deməli, bu B-yə uyğundur. Yağlar kiçik damcılara parçalanır. Bu, deməli, qələvi mühitdə baş verəcək. Ona görə 3-ü götürdük A-da. Qələvi mühit ola bilər, bəli. Həzm prosesində rol oynayır. Bunu isə C-yə uyğun götürürük. Yəni A-ya uyğundur 3, 4, B-yə uyğundur 2, C-yə uyğundur 5. Variantımız B. Doğru ifadələri, mülahizələr seçin. Sadə refleksdə ara neyronu yalnız dendriti və cismi iştirak edir. Ümumiyyətlə, sadə refleksdə ara neyron iştirak etmir. Bunu çıxdıq. Mürəkkəb refleksdə yalnız bir növ neyronun bütün hissələri mərkəzi sinir sistemi boz maddəsi. Yalnız bir növ bu ara neyrondur. Bəli, bu doğru fikirdir. Bunu götürdük. Hissi neyron dendriti cismi refleks qövsünün 3-cü hissəsində iştirak edir. Xeyr, 2-ci hissədə hissi yolda iştirak edir. Sadə refleksdə impuls hissi neyronun aksonuna, hərəki neyron dendritinə, bəli, ara neyron iştirak etmədiyinə görə birbaşa hissi neyron aksonundan hərəkinin dendritinə ötürülür. Refleks qövsünün 3-cü hissəsində hər üç növ neyron iştirak edə bilər. Bəli, edə bilər. Çünki mürəkkəb refleks qövsündə biz deyirik ki, orada bir neçə ara neyron da iştirak edə bilər. Ona görə də hər üçü iştirak edə bildi. 2, 4, 5 D variantı. Qıvrım kanalcıqların üzərini örtən kapilyarlara geri sorulma nəticəsində daxil olan karbon qazı ağciyərlərdən atılana kimi getdiyi yol hansı variant ardıcılı olaraq verilib? Deməli, birinci olmalıdır kapilyar. Deməli, bu kapilyarlar birləşəcək venalara və venalar da hər nefrondan venalar da birləşir. Böyrək venası ilə böyrəkdən çıxır. Böyrək də birbaşa gedir aşağı boş venaya. Aşağı boş vena deməli açılacaq ürəyin sağ qulaqcığına. Sağ qulaqcıqdan töküləcək sağ mədəciyə və oradan da gedəcək ağciyər arteriyası ilə demək ağciyərlərə. 5, 6, 4, 3, 1, 2, yəni B variantı. 59-cu sual. Deməli, vəzi timusdur, daxilidir, hormonu. Burada olmalıdır demək timozin hormonu, timus vəzin hormonu timozindir. Məd-altı vəz demək qarışıq sekresiya vəzsidir və triotrionin hormon demək bu isə qalxana bənzər vəz, qalxana bənzər ətraf yox, qalxana bənzər vəz, yəni D variantı. 24 tənəffüs hərəkəti zamanı insanın ürəyinin qulaqcıqlarının boşalması neçə saniyə vaxt sərf olunur? Demək ki, biz bilirik ki, 1 dəqiqədə, yəni 60 saniyədə 16 tənəffüs hərəkəti edir. X saniyədə 24 tənəffüs hərəkəti. Buradan X-i tapdıqda deməli 24 vur 60 4-ə gedəndə 4 qalır. 4-ə gedəndə demək 15. Bu eləyir 90 saniyə. Deməli 90 saniyədə qulaqcıqların boşalmasına neçə saniyə vaxt sərf olunur? Deməli 0,8 saniyədə 0,1 saniyəsini yığılırsa, demək ki 0,7 saniyəsini boşalmış vəziyyətdə olur. 90 saniyədə isə X. X bərabərdir. Deməli buradan tapanda 7-ni vururuq. Demək ki 90-a 630 bölünəcək 8-ə. Deməli A variantı etmiş olacaq. 61-ci sualda deyilir ki, burada da Euler-Venn diaqramı verilib. Gövdə skeletini əmələ gətirir. Deməli, gövdə skeletini əmələ gətirən burada deməli, döş qəfəsini götürmək olar.
Onurğa sütununda götürmək olar, döş qəfəsində götürmək olar. Baxaq bir dəqiqə. Fəqərələr lordozun əmələ gəlməsində iştirak edir. Fəqərələr lordozlayırsa, deməli, birə aiddir. B 34 sümükdən, 37 sümükdən təşkil olunmuşdur. Demək ki, 2-yə uyğundur. C yastı və qarışıq sümüklərdən təşkil olunub. Bu demək döş sümüyü, qabırğalar yastıdır. Fəqərələr qarışıq olduğuna görə D-ni də bura yazdıq. Yalnız yastı sümüklərdə ümumiyyətlə heç birinə uyğun deyil. Gövdə skeletinə əmələ gətirir, bəli. Demək, A-nı da 3-ə uyğun götürdük. Deməli, 1-ə B, 3-ə A, 2-ə C, D, yəni Y variantı. 62-ci sualda doğru fikirləri istəyir. Bir neyronlu cismə və miyelin qişaya həm mərkəzi sinir sistemində, həm də ondan kənarda rast gəlinir. Deməli, bu doğru fikirdir. Çünki demək, hissi neyronun cismi demək, kənarda rast gəlinir. Hərəkinin və aranın cismi isə mərkəzdə ola bilir. Və miyelin qişayı bəli, həm periferiyada, həm də demək, ağ maddənin içərisinə rast gəlmək mümkündür. Deməli, bir doğru fikirdir. İnsanda səs dalğasının gücü, ucalığı, xarakteri, təbil pərdəsinin hüceyrələrinin qıcıqlanması və oyanmanın bilavasitə daxili qulağa ötürülməsi sayəsində baş verir. Burada daxili qulağa fikri səhvdir. Çünki qıcıqlandıqdan sonra deməli, oyanma birbaşa deyək ki, sinirlər vasitəsilə ötürüləcək. Ona görə ikinci fikir səhv fikirdir. İnsanın normal embrional inkişafının 4,5 aylığında olan dölün ürək siklinin ikinci fazası və üçüncü fazası ikinci fazadan 0,5 saniyə çoxdur. Deməli, biz bilirik ki, döldə deməli, siklinin müddəti düşürdü. Demək, 2 dəfə azalırdı. Ona görə üçüncü faza 0,4-dirsə, deməli, döldə olacaq 0,2. İkinci faza normalda 0,3-dirsə, mədəciklərin yığılması bu zaman deməli, yarısı bunun 0,15. Bunların fərqi 0,5 saniyə edir. Yəni, üçüncü fikir doğrudur. İnsanın qolu bükülü olan zaman açıcı əzələlərin hərəki neyronlarının tormozlanmış vəziyyətdə olur. İnsanın qolu bükülü olan zaman, bəli, bükülü olan zaman açıcı əzələlər, yəni bazunun açıcı əzələlərinin hərəki neyronlar bəli, tormozlanmış vəziyyətdə. Ümumiyyətlə, bu əzələlər bir-birinə antagonist çalışır. Biri yığıldıqda digəri boşalmış vəziyyətdə olur. İnsanda akciğer, dəri və bağırsaq ifrazat məhsullarını xaric etdiyi üçün ifrazat sisteminə aiddir. İfrazat funksiyası yerinə yetirir, amma ifrazat sisteminə aid deyil. Yəni, doğru cavabımız 1, 3, 4, yəni Y variantı. Nöqtələrin yerinə uyğun gələn sözlərin ardıcıllığını müəyyən edin. Dəridəki reseptorlar temperaturu, toxunmanı və ağrını hiss edir. Ən zəif işıq belə gözdə yerləşən, deməli, görmə reseptorlarını qıcıqlandırır. Eşitmə reseptorları, deməli, eşitmə reseptorları. Burada deməli, səs qıcığı, deməli, uyğun gələcək 3 və deməli, dad reseptorları isə dadı qəbul edir. Bəli, deməli, 2, 5, 4, 3, 1, yəni C variantı. 64-də deyir ki, şəklə əsasən 3, 5, 7 ilə göstərilən vəzlərə uyğun olanlar hansı variantı doğru verilmişdir? 3 nədir? 3 deməli, 3 uyğundur qalxanı bənzər vəzn. 5 uyğundur timus. 7 uyğundur mədə altı vəzn. Hormon adrenalindir. Demək, heç birinə aid deyil. Bu qələvi mühitdə zilal yağ və karbohidratlar parçalayır. Bu mədə altı vəzdir.
Hormonu sümükdə kalsiumun artmasına səbəb olur. Bəli, kalsitonin hormonu qalxana bənzər vəzin hormonudur və qanda kalsiumun artmasına səbəb olur. Qan təzyiqinin yüksəlməsinə səbəb olur. Yenə qalxana bənzər vəzdir. İmmun sistemini möhkəmləndirir. Bu isə timus vəzinə aiddir. 3CD 5Y, 7 isə B, yəni A variantı. Ünval yağ və karbohidratların birlikdə həzmi. Deməli, mədə-altı vəzin 3 ifraz etdiyi fermentlərin təsirlə baş verir və bu fermentləri qaraciyərin sintez olunub, öd kisəsində toplanan öd aktiv edir. Yəni 3, 4, 2, 1 B variantı. Hansı orqanda qan? Vena, kapilyar vena. Biz bilirik ki, bu qaraciyərdir. Hansını isə arteriya, kapilyar arteriya. Bu isə böyrəkdə, nefronlarda deməli, bu damar şaxələnməsi baş verir. Yəni, qaraciyər və böyrək C variantı. İnsanın döş sümüyünə birləşir. Döş sümüyünə deməli, körpücük sümüyü birləşəcək. Bir də həqiqi qabırğalar, yəni 2, 4 A variantı. Həzm kanalının qeyd edilən strukturuna malik hissəsi üçün doğru ifadələr. Bu, nazik bağırsağın şöbəsidir və bu şöbəyə qarışıq sekresiya vəzinin axacağı açılır. Bəli, mədə-altı vəzin axacağı açılır. Sellozanın bakteriya parçalanması bu yoğun bağırsaqda gedir. Başlanğıc şöbənin uzunluğu baş barmaq eninə 12 qatına bərabərdir. Bu doğru fikirdir. 12 barmaq bağırsaqdan danışır. Kimyəvi çevrilməyə uğramış qida maddələri qana və limfaya keçir. Bu da doğru fikirdir. Bəzi vitaminlər bakteriyalar tərəfindən sintez edilir. BK vitamini bu yoğun bağırsaqdadır. 1, 3, 4, yəni B variantı. Doğru ifadələri qeyd edin. Müvazinət orqanı orta qulaqda yox, daxili qulaqda yerləşir. Qidanın dadının hiss olunmasına qoxu orqanı iştirak etmir. Bu deməli səhv fikirdir. Əşyanın görüntüsü torlu qişanın önündə alınırsa həmin deməli həkim çökük linza məsləhət görür. Bu doğru fikirdir. Keçi götürdü. Reseptorlar dərinin derma qatında yerləşir. Doğru fikirdir. Burun udulaq seli ilə dolu olduqda qidanın dadı və qoxusu yaxşı hiss edilmir. Bu da doğru fikirdir. Deməli 3, 4, 5 Y variantı. Hansı hormon əsas bədən boşluğunda yerləşməyən vəzlər tərəfindən ifraz olunur? Deməli, əsas bədən boşluğunda yerləşməyən vəzlər tərəfindən bu demək ola bilər. Deməli, cinsiyyət, toxumluqlar, qalxana bənzər vəz və qalxana bənzər ətraf vəz ola bilər. Bizim deməli, progesteron və estrogen bu yumurtalıqda çanaq boşluğundadır. Karbohidrat mübadiləsində rol oynayan bu mədə-altı vəzdir, qarın boşluğudur. Uşaqlarda çatışmadıqda cırtdan boyluq, hipofiz, kəllə boşluğu, sevinc, kədər hissi, emosiyanın yaranmasına səbəb olan demək ki, adrenalin böyrək üstü, bu demək qarın boşluğudur. Androgen və testosteron, bəli, bu bədəndən xaricdə toxumluqların ifraz etdiyi hormonlardır. İnsanda yalnız 2 əsas bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan bu, deməli, ifrazat və tənəffüs sistemi orqanlarıdır. İfrazat və tənəffüs. Qidanın bilavasitə həzm kanalının ən geniş hissəsinə ötürülməsi bu həzmdir. Həzm ümumiyyətlə 4 bədən boşluğunda yerləşir deyirik. Rüşeymin xarici qat hüceyrələrin yaranmış xovlar, bu da cinsiyyətə aid deyil. Maddələrin mübadiləsinin pozulması nəticəsində əmələ gələn kiçik daşların sidik axarlarının düşməsi, ağciyərlə qazların mübadiləsinin baş verməsi, bəli, 3, 4 C variantı. İnsanda sidik kisəsi, daha doğrusu ilk sidik haqqında doğru olanları qeyd edin.
Demək, qədəhə bənzər kapsulda yaranır. Bəli, doğru fikirdir. Süzülmə prosesi nəticəsində yaranır. Doğru fikirdir. Qıvrım kanalcıqlardan keçən reabsorpsiya baş verdikdən sonra yaranır. Xeyr, bu son silikdir. Börəkləyəndə toplanır son silik. Sutkada 150-170 litr əmələ gəlir. Bu doğru fikir. Yəni 1, 2, 5. Toxuma mayeəsindən çıxan bəzi maddələri demək, qana qaytaran sistem bu limfa sistemidir. Orqanizmin daxili maye mühitinin tərkib hissəsidir. Bu doğru fikirdir. Dövranı qan dövranı nisbətən zəifdir. Bəli, bu da doğru fikirdir. Bağırsaq ovlarından parçalama məhsullarının bir qismini qəbul edir. Bəli, bir qismini qəbul etmiş olur. Deməli, burada yağlar bilirdik ki, limfaya sorulur. Dövr etdikdə arteriya damarlarına birləşir. Arteriya yox, vena damarlarına. Bu səhv fikirdir. Dövranı qan dövranı nisbətən daha sürətlidir. Xeyr. Yəni 1, 2, 3 doğru cavabdır. 74-cü sual. İnsan ətraf skeleti üçün doğru ifadələr seçin. Burada həm qurşaq, həm sərbəst. Yuxarı ətrafın qurşağı sərbəst, aşağı ətrafın qurşağı sərbəsti nəzərdə tutulur. Yastı qısa borlu sümük növünə təsadüf edilir. Deməli, yastı çanaq sümüyü qısa, deməli, aşağı ətrafın deməli, əl pəncəsi, ayaq pəncəsi, məsələn, bunlar nəzərdə tutulur sümükləri. Borlu sümük növünə təsadüf edilir. Bəli, sərbəst ətraflarda borlu sümüklər var. Bir götürüldü. İki növ sümük iliyinə sahib sümüklərlə birləşmə əmələ gətirən sümüklər yastı sümük ola bilər. Məsələn, çanaq sümüyü, bəli, kicir sümüklü olan, məsələn, bazı sümüyü, deməli, but sümüyü ilə birləşir, ona görə doğru fikirdir. Yalnız hərəkətsiz və yarım hərəkətli sümük birləşmələri var. Hərəkətsiz və hərəkətli, yarım hərəkətli yox. Bu səhv fikirdir. Qurşaq və sərbəst hissələrdən ibarətdir. Doğru fikirdir. Yalnız qabırğa və fəqərələrdən ibarət olan şöbə ilə birləşmə əmələ gətirir. Bu isə səhv fikirdir. 1, 2, 4 doğru cavabımızdır. Uyğunluğu müəyyən edin. Deməli, ilbiz və vestibulyar aparatdan ibarətdir. Bu olacaq daxili qulaq 1-ə A. Həmçinin həm duzlu dadı müəyyən edən reseptorlar çoxluq təşkil edir. Burada duzlu və turş olmalı idi. Yəni B ümumiyyətlə uyğun deyil. D uyğundur dilin yan hissəsinə. Görmə sinirləri torlu qışadan çıxır. 2-yə uyğundur. Buradan çıxan sinirlər impulsu həm sağ, həm sol yarımkürənin ənsə payına çatdırır. Deməli, torlu qışaya uyğundur. Yəni 1-ə A, 2-yə S-yi, 3-ə D.